Bismillahirrahmanirrahim. Yenə Əlinin kəlamı, yenə sözün əmirinin bəyanına müraciət edirik. Malikə məktubunda, 53-cü məktubunda buyurur: "Və la tədfa'anna sulhan da'aka ileyhi aduvuk və lillahi fihi rida." Düşmənin sənə bir sülh təklif edirsə və o sülhdə Allahın razılığı varsa, yəni günah yoxdursa, möminlərin şəxsiyyəti sınmırsa, müsəlmanların izzəti aradan getmirsə, belə bir sülhü rədd etmə. Niyə? Çünki fəinnə fis-sulhi da'atan licunudik. Sülhün sənin qoşununa faydası budur ki, bir rahatlanacaqlar, bir nəfəs alacaqlar, nəfəslənəcəklər. Və rahatan min humumik. Sən özün qəm-qüssədən, müşkillərdən azad olacaqsan. Yəni qoşunun idarəçiliyi sənin öhdəndədir. Ətrafındakıların, indi orada qoşun buyurur, bizdə də ailə var, ətraf var. Onları idarə etmək, onlara ürək-dirək vermək, onlara təskinlik vermək, bunlar çətindir, dərdi-qəmli işdir. Sülh olsa bunlardan, əmin-amanlıq olsa bunlardan amanda olarsan. Və əmnən li bilədik. Sənin ölkən üçün, gedəcəyin ölkə, Misir kimi böyük bir məmləkət üçün bir əmin-amanlıq müddəti olar. Və lakin, amma əl-həzər kulləl-həzər min aduvikə bə'də sulhih. Amma aman-aman sülhdən sonra düşmənindən özünü amanda hesab eləmə. Demə ki, sülh oldu vəssalam. Düşmənin səninlə barışdısa, demə ki, vəssalam, bitdi. Fəinnəl aduvə rubbəmə qarəbə liyətəğəffəl. Çünki sənin düşmənin çox vaxt mümkündür, məhz səni qafil etmək üçün sənə yaxınlaşsın, sülh bağlasın. Fəxud bil həzm وَاتَّهِمْ فِي ذَٰلِكَ حُسْنَ الظَّنِّ. Ehtiyatlı ol, məharətli ol, ehtiyatlı ol, diqqətli ol və burada düşmənin etdiyi bütün şeyləri ittiham elə. Nəsə reaksiya vermə, amma daim qəlbində bu olsun. Bugünə qədər mənim ətrafımdakıları öldürən, mənə pislik edən, mənim haqqımı yiyən, mənə qarşı pislik fikrində olan, şər fikrində olan bu insan, bu insanlar, bu düşmənlər, bu düşmən mənimlə barışıbsa, indi müsəlmanların xeyri məsləhəti bundadır, olsun, qəbul edirəm. Allahın razılığı indi bundadır, qəbul edirəm. Amma silah yeri qoymayacağım. Bu düşmən həmin düşməndir. Barışıbsa bəlkə başqa niyyətlə barışıb. Bu məktubdan bu parçanı niyə oxudum? Əzizlər, bizim ruhumuzda psixoloji bir necə deyim, psixoloji bir avtopilot var. Bir neçə misal çəkim, mənə daha yaxşı başa düşərsiniz. Bir hotelə gedirsiniz. Ziyarət edirsiniz, məsələn, Məşhəd, Kərbəla, Nəcəf, Məkkə, Mədinə, Allah hamıya nəsib eləsin. Getdiniz. 3 günlük rezerv etdiniz, qaldınız orada. 3 gün bitəndən sonra oteldən çıxanda özünüzə baxın, belə bir hissiniz olacaq ki, nə yaxşı idi, biz niyə çıxırıq buradan? Öncədən bilirdiniz 3 günlük gəlmişsiniz. Amma yenə psixologiyanızda bir şey yaranır ki, sanki həmişə burada qalmaq istəyirsiniz. Niyə? Çünki rahatda axı xidmət olunur sizə. Daim yeməyiniz hazır, otağınız təmizlənir, səhiyyə salınır. Problem olunsa dərhal şikayət edirsiniz, telefon zəngi ilə yerinə yetirirlər. Yəni, çox komfortdur da. İndi birdən-bir oradan çıxırsınız. Öncə pul verib otağa qeydiyyatı olanda bilirdiniz çıxacaqsınız 3 gündən sonra. Amma elə ki, saat 12-yə işləmişsə deyirlər, saat 12-də çıxacaqsınız. Qəribə bir belə qəribsəmə yaranır sizdə ki, oteldən niyə çıxardırlar bizi? Niyə bizi qovurlar? Bu ruh niyə yarandı? Çünki otağı götürəndə artıq psixologiyanızda bir şey yaranmışdı ki, mən atdım avtopilota, burada olacam həmişə. Və yaxud görürsən bir tutalım
yaxşı avtomobillə hərəkət edirsiniz. Öncədən sizə deyiblər ki, yolun yarısından sonra biraz zəif avtomobilə minməli olacaqsınız. Razısınız, gedirsiniz, pulu verib gedirsiniz. Yolda sizi düşürəndə, o birinə minəndə qəribə bir ruhunuz yaranır ki, mənə niyə düşürdülər buradan? İndi evdə yaşayırsınız, vətəndə yaşayırsınız, elə bilirsiniz ki, vətənin heç bir, belə deyək, komfortu yoxdur. Amma sabah xaricə edəndə ya başqa bir yerə gedəndə hiss edirsən ki, mənim əslində nə qədər komfortum var imiş vətəndə. Ev dəyişirsiniz, yeni ev alırsınız, necə köhnə evdən çıxmaq istəmirsiniz, əvvəlki avtomobilinizi dəyişmək istəmirsiniz və s. və ilə axır. Bu avtopilot şeytanın ən çox sevdiyi əhval-ruhiyyədir. Şeytanın ən çox sevdiyi budur ki, dəyişilmə, dəyişilmə. Qal yerində. Dəyişilirsənsə geri dəyişil. Aşağı düş. Tənəzzülə uğra, suqut et. Yuxarı qalxma. Böyümə, kamilləşmə, dolğunlaşma. Amma Əli əleyhissalam nə buyurur? Buyurur, düşmənlə sülh bağladın, sülh avtopilotu səndə yaranmasın, özünün idarəsi yaranmasın ki, Rəsulullah əmin-əmanlıqdır, gedək öpək, qucaqlaşıq. Xeyr, düşmən düşməndir. Hər an həmlə edə bilər, silahı yer əlinə yerə qoymayasan. Və yaxud ayə ki var, deyir, fəizə fərəqdə fənsə, bir işdən fariq olan kimi digərinə məşğul ol, məhz bunu deyir. Özünü buraxma hadisələrin gedişatına. Həmişə bu çərxifələyin yüyənini əlində saxla, cilovunu əlində saxla. Həmişə bu həyat gedişatında özün idarə et, mexaniki olsun həyatın. Çalışma avtopilotla idarə olunsun, avtomatla idarə olunsun. Təbii olaraq, xeyr, o sənin əlindən ipuclarını alacaq. Ruhuna bunu təlqin et ki, daim mən iş başında olmalıyam. Daim mən idarəçilikdə olmalıyam. Rahatlıq gözləmə. Yəni, həyatda zəhmətdən zövq alaraq yaşamağı bacar. Sənin avtopilotun olsun zəhmətdən zövq almaq. Zəhmət olmayanda, iş olmayanda narahat ol. Böyük alimlərdən biri deyir ki, atamın 85 yaşı var idi. Gördüm, yenə səhər tezdən durur, düşür həyat bacıya başlayır işləməyə. Deyir, mən dedim ki, atacan, daha bəsdir. Qocalmısan, oynaqların ağrıyır, bədənin zəifliyib, daha işləmə. Deyir, mənə deyir ki, oğul, sən niyə mənə əziyyət verirsən? Mən həyatı işləmək kimi görürəm. Mən həyatı fəaliyyət kimi görürüm. Sən məni niyə öldürmək istəyirsən? Bax, bu cür olmalıdır. Bizim ruhumuz belə olmalıdır. Məhz belə olsaq, daxili və xarici düşmənlər bizə qalib gələ bilməz. Allah bizi daxili və xarici düşmənlərin şərrindən qorusun. Yəni, şeytanın və şeytanın qullarının şərrindən qorusun. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.